Amerika prezidenti Donald Trump'ın verdiyi çoxsaylı xəbərdarlıqlar arasında NATO hərbi ittifaqından çıxmaqla bağlı təhdid ən çox istifadə etdiyi mövzulardan biri olub. İndi isə o, bunu yenidən gündəmə gətirir. Böyük Britaniyanın Telegraf qəzetinin Amerikanın NATO üzvlüyünü yenidən nəzərdən keçirmədiyi ilə bağlı sualına Trump belə cavab verib. Bəli, deyə bilərəm ki, bu sadəcə yenidən nəzərdən keçirməkdən irəlidədir. O, müttəfiqlərin İsrail ilə birlikdə İrana qarşı Amerikanın hərbi əməliyyatlarına qoşulmamasına bir daha qəzəbləndiyini ifadə edib. Qəzetə açıqlamasında o, bunları deyib. Məncə, bu avtomatik olmalıdır. Trump'ın bu sərt tənqidləri 32 üzvdən ibarət olan bu ittifaqın necə işlədiyinə dair yanlış təsəvvürünü bir daha ortaya qoyur. NATO'nun 5-ci maddəsi kollektiv müdafiə prinsipini nəzərdə tutur. Bir üzvə edilən hücum bütün üzvlərə edilmiş sayılır. Lakin bu prinsipin tətbiqi üçün üzv dövlətlərin razılığı tələb olunur. Bundan əlavə, 1949-cu il müqaviləsi yalnız Avropa və Şimali Amerikada baş verən hadisələrə şamil edilir. Müttəfiq ölkələr Trump administrasiyasından gələn ziddiyyətli mesajlar səbəbindən müharibənin məqsədlərini hələ də tam anlamadıqları üçün əvvəlcədən məsləhətləşmədən başlamış bir müharibəyə qoşulmaqdan ardıcıl şəkildə imtina ediblər. 5-ci maddə yalnız bir dəfə 11 sentyabr 2001-ci ildə Amerikaya qarşı törədilən terror hücumlarından sonra tətbiq olunub. Trump isə verdiyi müsahibədə Ukraynaya da toxunaraq bunları deyib. Ukraynada daxil olmaqla biz ora avtomatik şəkildə getdik. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı işğalından sonra həmin dövrdə Amerika prezidenti olan Joe Biden Putinin addımlarını bütün qərb hökumətləri üçün təhlükə yaratdığına inanırdı və onların reaksiyasının formalaşmasında aparıcı rol oynadı. NATO ittifaq olaraq yardım göstərdi, lakin bu münaqişədə birbaşa tərəf olmaq kimi təhlükəli addımdan qaçdı. Trump hələ 2017-ci ildə Ağ Evə gəlməzdən əvvəl dəfələrlə NATO-nu kağızdan pənəng adlandırmış, onu köhnəlmiş hesab etmiş və Amerika üçün çox baha başa gəldiyini qeyd etmişdi. Bu il isə o, Amerika NATO'nun əsas dayağı olmasaydı, Rusiyanın Ukraynanın tamamını işğal edəcəyini deyərək ittifaqı lağa qoyub. Trump ilk dəfə prezidentlik dövründə 2019-cu ilin əvvəlində demək olar ki, NATO'dan çıxmaq qərarına yaxın idi. NATO'nun keçmiş baş katibi Stoltenberg bu yaxınlarda yayımlanan Nəzarət altında adlı xatirə kitabında bunları yazıb. Trump'ın bu təhdidi həyata keçirilməyə hazırlaşdığına dair açıq siqnallar gördük. Trump'ın NATO müttəfiqlərinə müdafiə xərclərini artırmaq üçün təzyiq göstərdiyini izah edib. Onun sözlərinə görə, Trump sosial mediada aldığı tərifləri dərhal qəbul edib və nəticədə Ağ Evin Amerikanın NATO'dan çıxması ilə bağlı hazırladığı çıxışı etməyib. Trump'ın əsas narahatlıqlarından biri 2014-cü ildə qəbul edilmiş və ölkələrin ümumi daxili məhsullarının 2%-ni müdafiə xərcləmələri nəzərdə tutan razılaşma idi. O zaman bu, sadəcə tövsiyə xarakterli hesab olunurdu. NATO üzvü olan ölkələrin demək olar ki, hamısı həm Trump'ın təzyiqlərinə, həm də Rusiyadan gələn təhlükəyə cavab olaraq müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıblar. Bu yeni böhran Avropa ölkələri və Kanadanın öz müdafiə qabiliyyətlərini gücləndirmək və təhlükəsizlik baxımından daha çox özlərinə güvənmək əzmini yenidən artıracaq. Lakin Amerika ordusunun gücünün həlledici əməliyyat daşıdığı fakt olaraq qalır. Hazırda Amerikanın hərbi büdcəsi NATO'nun ümumi müdafiə xərclərinin təxminən 62%-ni təşkil edir və Pentagonun malik olduğu resurslar və kəşfiyyat imkanları digər ölkələrlə müqayisədə xeyli üstündür. Bu dəfə Amerika dövlət katibi Marco Rubio da məsələyə münasibət bildirib. O müsahibəsində bunları deyib. Təəssüf ki, bu, münaqişə başa çatdıqdan sonra münasibətləri yenidən nəzərdən keçirməli olacaq. Avropadakı Amerika hərbi bazalarına toxunan Rubio qeyd edib ki, bu bazaların Amerikanın maraqlarını qorumaq üçün istifadə olunmaması NATO'nu birtərəfli münasibətə çevirir. Böyük Britaniya əvvəlcə Amerika təyyarələrinin bazalardan istifadəsinə icazə vermədi, lakin sonra mövqeyini dəyişərək bazaların müdafiə əməliyyatları üçün istifadə oluna biləcəyini qeyd etdi. Bu gecikmə Trump və özünü müharibə naziri adlandıran müdafiə naziri Pete Hegseth tərəfindən istehza ilə qarşılandı. Onlar Böyük Britaniyanın baş nazirini dəfələrlə Churchill kimi deyil deyərək tənqid etdi. Çərşənbə axşamı İtaliya Amerika təyyarələrinin yaxın şərqdə döyüş əməliyyatları üçün eniş etməsinə icazə vermədi. İspaniya isə İrana qarşı əməliyyatlarda iştirak edən Amerika təyyarələrinə hava məkanını bağladı. Rubio əlavə edib ki, bu məsələ ilə bağlı son qərar prezidentə məxsusdur.
Lakin bu məsələ yalnız prezidentin səlahiyyətində deyil. Amerika Konqresi 2023-cü ilin sonunda prezidentin Senatın 2/3 səs çoxluğu və Konqresin ayrıca qanunu olmadan NATOdan birtərəfli qaydada çıxmasını qadağan edən qərar qəbul edib. NATO liderləri, xüsusilə də hazırki baş katib Mark Rutte, Trumpı ittifaqda qalmağın həm Amerika, həm də onun özü üçün faydalı olduğuna inandırmaq üçün yenidən səylər göstərməli olacaq. Rutte, Stoltenberg kimi Trumpı həm ictimai, həm də şəxsi müstəvidə öz tərəflərində saxlamaq cəhdlərinə görə Trumpın pıçıldayanı kimi tanınır. Geçmiş Niderland baş naziri olan Rutte tərif dolu çıxışları ilə Trumpın bu ilin əvvəlində NATO üzvü Danimarkanın yarı muxtar ərazisi olan Qrinlandiyanı ələ keçirmək hədələrindən geri çəkilməsində mühüm rol oynayıb. Lakin Rutte Trumpın dünyanı daha təhlükəsiz etmək məqsədi ilə başlandığını dediyi İrana qarşı müharibəyə verdiyi güclü dəstəyə görə digər NATO üzvləri tərəfindən də tənqid olunur. Bununla belə, onun əsas prioriteti Ukrayna, Yaxın Şərq və Ağ Evdən gələn artan təzyiqlər fonunda 77 illik bu ittifaqı bir arada saxlamaqdır. Bəs siz necə düşünürsünüz? Amerika NATOdan imtina edəcəkmi?